Mən oldum su. Adicə su. Su nədir? Su özünə su lazımdır. Su bəşəriyyətə lazımdır. Su insana lazımdır. Onun bütün xatirələri bu dağlarla bağlıdır. Qaydadır, dağlarda ildırım çaxar. Yeri göğü lərzəyə gətirən ildırım səsi atların kişnərtisinə qarışar, üfüqlərin nəhayətsizliyində itib batar. Amma bir gün qəfil çaxan ildırım onların taleyində qara şırım açdı. Sakit həyatlarını alt-üst etdi. Mənim demək 3 yaşım tamam olanda, yəni 1937-ci ildə bizi sürgün elədilər. Amma burada bir incəlik var, onu mütləq deməliyəm. Yəni ermənilər həmişə çalışıblar ki, müsəlman xalqının qənimi olsun. Bunlar o vaxt müsəlman kürdləri sürgün elədilər. 50 minə yaxın kürdü 1937-ci ildə Qəməridən, yəni başqa rayonlarından Ermənistanı sürgün elədilər dekabr ayında. Yük qatarında apardılar. Dekabrda ona görə apardılar ki, apardığı yer də soyuq idi, buradan da soyuq idi ki, bunlar yolda da qırılsınlar. Orta Asiyanın uçsuz-bucaqsız çölləri, elindən obasından ayrılmış yüzlərlə, minlərlə ailənin saysız-hesabsız faciələri, karvan-karvan dəvələrin çəkib apara bilmədiyi dərd-qəmin şahididir bu çöllər. Nə qədər işıqlı arzuları, ümidləri öldürüb, neçə-neçə insan həyatını heçə çıxarıb, külək kimi keçib gedən nəsillərin yaddaşında yaralar açıb. Kürdlərin müsəlman olan hissəsi, demək olar ki, hamısı bir nəfər kimi bir gecədə vaqonlara, yük vaqonlarına doldurulub, Orta Asiyanın susuz çöllərinə sürgün edilmişdi. Həmin o yük vaqonlarında sürgün olunanlar içərisində mənim əmim, sonralar məşhur Kürd yazıcısı Əhmədi Həpo da var idi. Digər azsaylı xalqlar kimi Kürd xalqında Stalin depressiyası nəticəsində başına gəlməyən müsibətlər olmamışdır. Onlar yəni günlərlə susuz bir şəraitdə, ac, susuz bir şəraitdə
o vaqonlarda, isti vaqonlarda Qazaxıstanın, Qırğızstanın susuz çöllərində birbaşa deməli heç bir yaşayış şəraiti olmayan ərazilərdə məskunlaşmışlar. Bizim ev, yəni atamgilin evi və əmimgil bir Rus qəsəbəsinə gətirdilər. Orada ancaq Ruslar yaşayırdı və orada kömür çıxardırdılar, şaxtada. Bir təsəvvür eləyin, dağlarda yaşayan insanlar, texnikanı görməyən insanlar birdən-birə gətirib çıxardılar elə bir yerə və orada da mütləq o şaxtada işlədirdilər, kömür şaxta. Bu texnikanı görməyib, yer altını görməyibdi. Gündə inan ki, sonra mənim bu 6-7 yaşım olanda mən onları çox yaxşı xatırlayıram. Gündə görürdüm ki, bir nəfər bu evdən öldü, bir nəfər o bir evdən öldü. Elektrik vururdu, daş düşürdü başına və s. belə faciəli. Qırğızistan çöllərində keçən bu ağır həyat balaca Əhmədin ürəyindəki işığı söndürə bilmədi. İllər keçəcək, elə bu işıq bir xalqın yaşadığı faciələrin, istirabların üzərindəki qaranlığı dağıdacaq, bütün ağrılı-acılı həqiqətləri üzə çıxaracaq. Görünür, uca yaradan bütün əzablı yaşantıların əvəzinə bu işığı ona pay vermişdi. Bizi Ermənistan'a, Qırğızstana sürgün elədilər. Sürgün eləyəndən sonra getdik, qismət elə oldu, hamı düşdük bir kəndə, orada Qırğızstanda. Qonşu olduq neçə illərlə. Sonra Allah belə qismət elədi, bunu böyük qardaşı Fərman müştəri oldu. Mən də 13 yaşından mənim atam ölübdü, mənim dədəmin əmsi oğlanları bizi baxıb. Onlar da vermirdi. Axırı ki, qismət elə oldu, bunlar verdilər. Mən gələndə Əhməd uşaq idi. ...1937-ci ildə Stalin rejiminin qanlı əlləri bunların da ailəsindən yay keçməyib və Əhməd Apo 3 yaşında sürgün həyatına başlayıb. Qırğızstanda, Orta Asiyada sürgündə olub. Onun taleyi belə gətirib ki, 3 dəfə birinci sinif oxuyubdur. Birinci dəfə Qırğız dilində, sonra qərar çıxıb ki, qohumlar bir yerdə yaşaya bilməz. Bunlar ayrı bir qəsəbəyə köçürülüb. Bir il sonra Rus dilini öyrənib. Yəni 2 il fasilədən sonra Rus dilində birinci sinifə gedib. 47-ci ildə qərar verilir ki, sürgündə olan kürdülər öz vətənlərinə qayıda bilərlər və Əhmədin ailəsi, Həpo kişinin ailəsi də Ermənistan SSR-ə köçmək istəyəndə Ermənistan hökuməti və onların Moskvadakı havadarlarının köməkliyi ilə min illərlə öz dədə-baba torpağında yaşayan kürd ailələrinin Ermənistana qayıtmasına icazə verilmiş. Bununla da Əhməd Həpo, Əhməd Apiyev məcbur olur 2 il Azərbaycan dilini öyrəndikdən sonra təxminən 15 yaşında birinci sinifə gedir. Yaxşı ki, mənim boyum qısa idi, həm də arıq uşaq idim. O 7 yaşında uşaqlar da, bəxtəvərlər elə bilirdilər ki, mən də onların tayıyam, onların məktəbə gedirəm. İkinci Dünya Müharibəsi başa çatandan bir müddət sonra 1947-ci ildə sürgün olunmuş ailələrə öz yurd yuvalarına qayıtmağa icazə verildi. Amma Ermənistan min cür bəhanə ilə onların el-obasına dönməyinin qarşısını aldı. Bir çox kürd ailələri kimi Apiyevlər də Yevlax rayonunda məskunlaşmağa məcbur oldular. Hər şeyi təzədən başlamaq lazım idi.
Bizim kentten biraz aralı, biz firmada işleyen yeri. Biraz aralı Azerbaycan dili mektep var idi. Ahmet dedi, ben Rusça okuyacağım. 28 April Safkoz'da Rus dili müəllim ders var idi. Ahmet gitti oraya. Piyada gitti, piyada da gelirdi. Vaklı dururdu, yarım saat, 1 saat yol gidirdi. Orada okudu 5. sınıfa kimi. 5. sınıftan sonra çile tuttuk, çilede kaldı. 10 yılını orada bitirdi. ...1960-cı ildə Əhməd Apiyev İrəvan Pedaqoji İnstitutunun Filologiya Fakültəsinə qəbul olunur. İndi həm təhsil almalı, həm də işləməli idi. Həyatın sərt sınaqlarından çıxan bir adam üçün bu çox da ağır deyildi. Amma o, həm də bədii yaradıcılıqla məşğul idi. İrəvanda Kürd dilində nəşr olunan Riya Təzə qəzetində tez-tez məqalə və hekayələri çap olunurdu. Az keçmir ki, onun Kürd dilində Adar adlı hekayələr kitabı işıq üzü görür. Artıq onun yaradıcılığında böyük bir elin çəkdiyi istirablar, yaşadığı faciələr öz gerçək əksini tapmaqdaydı. ildə. Anam gəldi İrəvana, 37-ci ildən çıxan gəldi İrəvana. Biz getdik, bir rayon var, indi Qəməri rayonu var. İndi Ardaşat eləyirlər. Orada mənim anamın xalası oğlu yaşayırdı, çox qeyrətli bir kişi idi. Biz getdik onun yanına, bir gün qalandan sonra bir gün anam dedi ki, Əli dedi, Əli, olar mən, sən, Əhməd, məni apar Şıran kəndinə, bizim kəndə. Dedi, olar. Bir maşın tutdu o kişi, biz getdik. Getdik, kəndə çatanda anam maşını saxladırdı, düşdü. Təbii ki, ağladı və əli ilə göstərir ki, bu ev filan kəsində, o ev filan kəsində, bu məhəllə onundur, bu məhəllə hamısını yad elirdi. O da dediyim kimi bağ evləri idi. Bir-iki ev zad da var idi. Gəldik, çıxdıq bulağın üstünə. O Şıran dağdan gəlirdi. O yaxınlaşdı bulağa. Bulağın üstündə biraz belə baxdı, əyildi, əl-üzünü yudu. Və sonra bulaqdan ovcu ilə belə bir 3 dəfə ovcu ilə o su içdi. Bu an bunun burundan qan axdı. Dedi, siz bilirsiniz ki, bu nə qandır? Bu qan illərlə həsrət çəkdiyim, bax, mənim qardaşım, atamın kəndi o da Arazın o tayındadır, yaxındır, görükürdü. Bax, o həsrətdir. Ondan neçə ildə o qan yığılıb və bu gün axır, aman da burnumdan qan axsın, bu arx gedir, Araza qarışır. Arazın o tayında Atamgilin ev kəndidir, mən buradan baxıram, bax, kənd görükür, görürsünüz, tüstü deyir, qalxır. Bu gün soruşdu ki, nə gündür? Dedi ki, bazar günü. Dedi, bəli, görün nə gözəl gündür. Hər bazar günü kənd yaxındır Araza. O kəndin gəlinləri, qızları, o cümlədən də dedi, mənim qardaşım sağdır, bilirəm. O qardaşımın gəlinin qızları gəliblər, paltar yuyurlar. Mənim bu qanım, burnumun qanı o Araza axacaq. O dəsmal, qardaşımın əl dəsmalında gətiriblər, yuyacaqlar. Qurudarlar, apararlar, adı Usoydu. Aparıb Usoyun verəndə Usoy deyəcək ki, ya aman, bu dəsmaldan Gülüstan bacımın iyi gəlir. Bu dəsmalı müqəddəs bir kimi saxlayacaq, mənə ayrı dəsmal verin.
1970-ci ildə Əhməd Apiyev ailəsi ilə Bakıya köçür. Nazirlər Sovetinin yanında mətbuatda dövlət sirlərini mühafizə edən baş idarədə, ədəbi aləmdə qlavlit kimi tanınan qurumda işə düzəlir. Böyük dünya görüşü olan, həyatın isti soyuğunu, ağrı acısını görmüş yazıçının bu siyasi idarəyə işə gəlməsi Azərbaycan yazıçıları üçün göydən düşmə oldu. Çapı mümkünsüz olan ədəbi mətnlər onun cəsarəti sayəsində işıq üzü gördü. Qlavritdə işləyəndə nəinki mənə, bizim qələm dostlarımıza o vaxt kömək dururdu. O mənə də kömək dururdu ki, hər sözü yozurdular o vaxt. Bu olmaz, bu olmaz. 2 dəfə mənə çox böyük qardaşlıq elədi. Biri kitabım çıxmışdı, deməli kitab yığılıb çıxıb, arada kitabı cilidləmirlər. Onda mən görüşdük, gördü Dilxoram nə olubdu, dedim belə-belə. Bir də gördüm sabah zəng elədi ki, kitabın tezliklə çıxacaq. Götürüb zəng eləyib ki, qlavritdən zəng elər. Qlavrit icazə verən kitabı yalnız birinci kağıtdan başqa heç kəsin ixtiyarı yoxdur saxlasın. Niyə saxlayırsınız? Kitab çıxıbdı, cilidləməyiblər, hə. Vaxtına vaxt ora cilidləyərik. Bir də gördüm kitab çıxdı. Yəni, sevindirdi bizi, hə. İkinci dəfə Əhməd müəllim, mənim o Nəriman poemam çıxanda, Allah rəhmət eləsin, Ulu Öndər mənə çox böyük kömək eləmişdi əsərin yazılmasında. İşləmişdim onu mənbəli arxivlərdə. O əsərə də müqavimət göstərdilər, çox səllədilər onu vaxt. Əhməd Həpo onda mənə qardaşlıq elədi, sözün həqiqi mənasında. Bizim o vaxt çox böyük ehtiyacımız var idi ona. Mən Xəlil Rza Ulutürkün kitabının redaktoruydum. Mənim heç bu yadımdan çıxmaz. Xəlil bəyin də Türkanda bağı vardı, ev vardı. Adətən şəhərdə olmurdu, həmişə Türkanda olurdu. Onu tanıyanlar yaxşı bilir. Torpaq adamı idi, zəhmətkeş idi. Mütləq o bağda işləyirdi və işləyə-işləyə də şeirlərini orada yazırdı və şeirlərin arkasında hamısında yazır Türkan, Türkan. Bir də gördüm ki, bu idarədə bu kitabı oxuyan bir qadın məni çağırıb. Nədir deyir? Xəlil Rza Ulutürk özü qəsdən yazır Türkan, Türkan, Türkə yaxınlığını sübut eləmək istəyir. Türkə yaxınlığı. Deyirəm, ay xanım, onun bağı oradadır. Ancaq ona görə Türkan yazır. Ben nə yazsın? Şeiri məsələn yazır, Koktebel'də yazır, Göytepe'də yazır, yazır Göytepe'də. Soçi'də yazır, şair yazır ki, Soçi filan tarih. Yox, bunu başa sala bilmədim. Nəsə, o zamanlar Əhməd müəllim də qəzetlərə, jurnallara baxırdı. Birdən Əhməd müəllim gülümsəmiş o tərəfdən çıxdı. Ben görüşdüm, çox pərt halda. Dedi, nə olub Musa Ləpərli? Dedim, bəs belə-belə güldü. Gəldi həmin xanımın yanına. Dedi, belə iradları eləməsən. O Türkanda yaşayır, Türkanca yazıb. Hay Əhməd müəllim qorxuram. Dedi, nədən qorxursan sən? Belə şeylər fikir verməyin, belə irad tutmayın. Və Əhməd müəllimin bu adicə bir ştrixdir da, adicə bir detaldır ki, Əhməd müəllimin şəxsiyyəti nə boydaydı. Sovet dövründə senzura hamı bilir ki, senzura çox ağır idi. Yazıçılar üçün, alimlər üçün də. Senzurada mənim dostum Əhməd Hapo işləyirdi. Məni hər vaxt çağırırdılar senzuraya. Söyrətməyim sən filan şeiri çıxardacaq. Söyrətməyim sən filan şeirlərin çıxmalıdır. Gedirdim, mənə ən yaxın adam orada dayanan Əhməd Hapo idi.
Əhməd Apov mənə təsəlli verirdi, ürək-dirək verirdi. Deyirdi ki, qorxma, çətin vaxtdan mən kömək eləyəcəm, o misranı qoymayacağım çıxsın. O şeiri mən onlara sübut eləyəcəm ki, o lazımdır. Az-çox ədəbi aləmə, mətbuat işinə bələd olan adamlar senzor sözünün Sovetlər Birliyində nə boyda xof olduğunu yaxşı bilir. Əhməd Apiyev sanki bu sözün üzərindəki xofu götürmüşdü. Bəzən o, böyük risk bahasına ən mütərəqqi ideyaların üzə çıxmasına rəvac verirdi. Xalq yazıcısı İsa Muğanna öz xatirələrində Qapalı Dünya romanının çap olunmasına görə Əhməd Apiyevə minnətdarlığını bildirir. O yazır ki, Əhməd Apiyev Qapalı Dünyanı KGB-dən alıb oxuyandan sonra bu böyük tədqiqat işidir deyib. Onun nəşrinə icazə verdi. O vaxtlar üçün bu bir qəhrəmanlıq nümunəsi idi. Rusça belə bir ifadə var, senzor. Amma bu insan heç cür təzyiqlərə, yaxın uzaq münasibətlərə uymadan həmişə çalışıb ki, haqqı ədaləti qorusun. Müəlliflərin arzularına, istəklərinə ziyan dəyməsin. Əhməd Apov bir çox şairlərin, yazıçıların, publisistlərin, alimlərin özlərinin xəbəri olmadan əsərlərinin işıq üzü görməsi üçün imzasını əsirgəməyib. Və heç vaxtda yolda, məclisdə, yığıncaqda kimisə səsləyib deməyib ki, mən sənin lazım gələn məqamda taliyə ilə bağlı imza atmışam sənədlərə. Mən sevirəm o insanları ki, zülm görüblər, əzab görüblər, amma zülm, əzab onları qəddarlaşdıra bilməyib, onların içərisindəki o nəcifliyi yox eləyə bilməyib. Əhməd Apov o sürgün illərində də qayıdıb gələndən sonra da həyatın çox çətinlikləri ilə, çox sınaqları ilə üzbəyiz olub. Amma nəcifliyini heç vaxt itirməyib. Üzdən baxanda o sənə biraz sərt insan kimi görünür. Amma yaxınlaşdıqca görürsən ki, həlimdən həlim bir insandır, yuxa kimi ürəyi var. Əhməd Apov Sovet 10 illərində o zaman mətbuatda dövlət sirlərini mühafizə edən idarədə işləyirdi. Yəni, adı belə mədəni şəkildə qoymuş bu idarə əslində senzura idi. Yəni, o idarədən yaradıcı adamların hamısı həmişə dad döyürdülər. Çünki onların əlində bir qayçı vardı ki, cəsarətli sözü, işıqlı ideyanı kəsirdilər, doğruyurdular. Yəni, onların içərisində də müxtəlif adamlar vardı. Elələri vardı ki, mərkəzi komitədə oturmuşdular, o senzura idarəsində, həmin o mətbuatda dövlət sirlərini mühafizə edən idarədə oturmuşdular və Moskvaya xidmət eləyirdilər, Kremlə xidmət eləyirdilər. Ona görə milli olanı, milli ruhu ifadə eləyəni kəsirdilər, doğruyurdular. Əhməd Apov isə o idarədə işləyə-işləyə çalışırdı, millətə xidmət eləsin, Azərbaycana xidmət eləsin, Azərbaycanın işıqlı insanlarına xidmət eləsin. Xəlil Rızanı kim vadir eləyə bilər ki, kiminsə haqqında bir işıqlı bir söz desin, müsbət bir söz desin, əgər o hissiyat onun içərisində yoxdursa. Xəlil Rıza Əhməd Apov haqqında məhəbbətlə danışırdı, heyranlıqla danışırdı. Çünki Sovet 10 illərinin sonlarında, bu Sovet rejimi bitəbit dövrlərdə gələcək o xalq azadlıq hərəkatını hazırlayan çox cəsur şeirlər yazmışdı. Kitabı çıxacaqdı Xəlil Rızanın. O kitabı xilas eləyən
Əhməd Həpə olmuşdu. Yəni ona görə özü cəza ala bilərdi. O illər boyu işlədiyi o sistemdən kənarlaşdıra bilərdi. Təqaüdündən də məhrum ola bilərdi çox şeydən. Amma riska gedirdi. Bilirdi ki, xeyirxah bir iş görür. Bilirdi ki, Azərbaycana xidmət eləyir. Əhməd Apiyevi ədəbi aləmdə təkcə senzor kimi yox, istedadlı yazıcı, tədqiqatçı və tərcüməçi kimi də tanıyırlar. Artıq onun adı Kürd ədəbiyyatının ən görkəmli yazıçılarının sırasında çəkilir. Kitabları Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrində böyük tirajla çap olunur. Kürd folklorunu, Kürd dilini dərindən tədqiq edən Əhməd Həpo öz əsərlərində məşəqqətli talih yaşamış bir xalqın ömür yoluna işıq tutur. 10 kitab müəllifi olan Əhməd Həpo elə bu gün də Kürd ədəbiyyatının aparıcı simalarından biridir. Uşaqlıqdan demək olar ki, anamla o dedim o şaxtada ki, elə Kürdlər ki, insanlar ki, qırılırlar. Bir gün məsələ anam, atam gedirdi bu evə yasa, səhər gedirdilər o bir evə. Mən də balaca uşaq idim. Bunlarla həmişə mən gedirdim o yas yerinə, toy yerinə. O vaxtdan mənim elə bil ki, ürəyimə Allahdan, hardansa bir belə bir vəc gəlmişdi ki, mən ha vaxtsa bunu yazmalıyam. Dünya Kürd ədəbiyyatı tarixində görkəmli şairlər çox olub. Lakin nasirlər tək-təkdir. Əhməd əmim o tək-tək olan nasirlərdən biridir. Onu hazırda bir Kürd nasiri kimi təkcə keçmiş MDB məkanında yox, bütün dünya Kürdlərin yaşadığı hər bir yerdə tanıyırlar. Kanadana tutmuş Avstraliya qitəsinə qədər. Nəyə görə? Ona görə ki, Əhməd əmimin bir yazıcı kimi fərqləndirici xüsusiyyəti, cəhəti ondan ibarətdir ki, onun əsərləri xalq dilində yazılır. Xalq dilində yazılmasının da ciddi səbəbi var. Səbəb odur ki, Əhməd Həpo Bədo oğlu kimi bir bamazə kişinin Kürd folklorunu çox gözəl bilən, nəinki bilən, o folklorun bəzi nümunələrinin yaradılmasında iştirakçı olan bir kişinin ailəsində böyüyür. Gülistan nənəm kimi bir qadının, yəni Kürd folklorunu, bütün nağıllarını, laylalarını, bayatılarını sinə dəftər bilən bir qadının tərbiyəsini görür. Və ona görə də onun bütün romanlarının, hekayələrinin, povestlərinin ruhunu, mayasını Kürd folkloru təşkil edir. والذين جمال دايتنا بنيم ليتنا بنيم وكل ملك صار بنايا ناجي البنيم ناجي البنيم قلت مالي ما تسد لكم كوكبر قاتل لا يا بنيم يا بنيم
Əhməd Həpo həm də Azərbaycan ədəbiyyatının yorulmaz tədqiqatçısı, tərcüməçisi və təbliğatçısıdır. O, görkəmli Azərbaycan ədiblərinin əsərlərini Kürd dilinə tərcümə edib. Bu sırada Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Əli Vəliyev, İlyas Əfəndiyev, Söhrab Tahir kimi tanınmış qələm sahibləri var. Əhməd Həpo mənim bir romanımı götürdü, tərcümə elədi Kürd dilinə. O əsəri mən Kürd həyatından yazmışam. 2 güllə, 2 sevgi. Demək, Kürdlərin o vaxt İran şahının qoşunları ilə vuruşması prosesi gedir orada. Süjeti çox mürəkkəbdir. Götürüb o əsəri Əhməd Həpo tərcümə elədi. Mən oxudum, çox xoşuma gəldi. Gördüm, Kürd dilinin inkişafında Əhməd Həpo'nun həm qələmi, həm də tərcüməsi çox böyük, mühüm rol oynayır. 1988-ci ildə Azərbaycan yenidən tarixin ağır sınağı ilə üz-üzə qaldı. Həmin ilin sonlarında 200 minə yaxın soydaşımız Qərbi Azərbaycandan, indiki Ermənistandakı Dədəbaba torpağından deportasiya olundu. Onların arasında 20 minə yaxın müsəlman kürdü də vardı. Böyük bir ziyalı, el ağsaqqalı kimi Əhməd Həpo bu ağır günlərdə yurt yuvasını itirmiş insanlara ürək dirək verir, onlara arxa dayanırdı. İşti ocağından didərgin düşən Əhməd Həpogilin qohum qardaşı da o çətin günlərdə Göygöl və Samux rayonlarında məskunlaşdı. İndi də o tez-tez onlara baş çəkir. Qardaşım hörmətçil olub, qardaşım bütün cəmaata, bütün gedənə, gələnə hörmət edib. Hörmət qazanıb, Əhməd pisliklə işi olmuyor. Atasına da, babasına da, qardaşına da, başına da, bütün qohumlarına da, bütün 7 yavana da. Hamısına hörməti çatıb, hamısına hörmət eləyib. Belə qardaş olub, belə arxa olub, belə qohum olub. ...1990-cı ilin aprelində Bakıda Ronahi Kürd Mədəniyyət Mərkəzi yaradıldı. 125 nəfərin iştirakı ilə keçirilən iclasda Əhməd Həpo mərkəzin idarə heyətinin sədri seçildi. Eyni zamanda Denge Kürd qəzeti təsis olundu. Qəzetə baş redaktorluğu da Əhməd Həpo öz boynuna götürdü. Mərkəz Ermənistandan, doğma yurt yuvasından didərgin düşən minlərlə müsəlman kürdünün milli mədəni ocağına çevrildi. Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında bu mərkəzin böyük xidmətləri var. Azərbaycanda Ronahi Kürd Mədəniyyət Mərkəzi yaradılanda deyim ki, Kürd dilində bilən və bir mütəxəssis kimi də, ictimai siyasi xadim kimi də Əhməd çox lazım oldu bizə. Əhməd müəllim cəmiyyətin ilk sədri oldu. Çox uğurlu bir şəkildə cəmiyyətin bünövrəsini qoydu və uğurlu şəkildə cəmiyyətin ayağa qalxması, addımlaması üçün çox işlər gördü. Əhmədin o istər mədəniyyət mərkəzindəki fəaliyyəti, istər onun yazışı jurnalist kimi fəaliyyəti ancaq bir şeyə xidmət edibdir. Kürd və Azərbaycan xalqının dostluğunu
inkişaf elətdirmək. Yəni bu bilirsiniz, yəni bu iki xalq o qədər qaynayıb qarışıbdır ki, heç burada bir fərq də yoxdur. Ancaq demək Əhməd müəllim deyək simpoziumlara gedir, konferanslara gedir. Orada Azərbaycan həqiqətlərini bütün ictimaiyyətə, bütün dünya ictimaiyyətinə çatdırır. Yəni bax bu sahədə çox dedikcə böyük xidmətləri var. Və Əhməd müəllim bu gün də deyək o fəaliyyətini çox dedikcə belə ciddi şəkildə, çox işgüzar şəkildə davam etdirir. Əhməd Həpo 1993-cü ildən Azərbaycan televiziya və radio verilişləri, Qapalı Səhmdar Cəmiyyətində Kürd dilində verilişlər redaksiyasında şöbə müdiri vəzifəsində çalışır. Bütün dünya kürdlərinə ünvanlanan bu verilişlərdə Azərbaycanın bu günü sosial-iqtisadi inkişafı, dünyada artan nüfuzu, Qarabağ hadisələri geniş əksini tapır. Əhməd Həpo 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən tərəqqi medalı ilə təltif olunub. Ya dövləti hafta 2 cəra bərnamə zamanı Kürdi tedayini. Ab bərnamə azvaki bejim dövləməndə bavar bakın. Azərbaycan radiosunda uzun illər Kürd verilişləri şöbəsinin aparıcı publisisti olduğu üçün mən onu çox sevirəm. Niyə? Ona görə sevirəm ki, mən Kürd dilində o verilişə qulaq asıram. Mən Kürd dilini bilirəm. Azərbaycan xalqının uğurları, Respublikanın müvəffəqiyyətləri, Respublikamızın sürətlə inkişafını, onun sürət tempini, onun islahatlarını, onun abadlıq, onun yeni müəssisələr, yeni idarələrin təsis olunmasını Kürd dilində bütün dünyaya o Azərbaycan radiosundan yayır. Mən qulaq asıram. Bu saat Azərbaycanın müvəffəqiyyətini, onun sürətlə inkişafını kim dünyaya yayırsa oğul odur. İgid odur. Mənşəc o Kürddür və heç zaman da bunu unutmayıb. Adında, soyadında da bu yaşayır və o əslindən nəslinə, kökünə də sadiqdir. Amma o Kürd kökünü bilə-bilə o özünü həmişə Azərbaycanlı sayıb. Özünü Azərbaycanın vətəndaşı bilərək Azərbaycanın bütövlüyü naminə çalışıb, Azərbaycan dövlətinin güclənməsi naminə çalışıb, Azərbaycanın istedadlı insanlarının üzə çıxmasına çalışıb və Azərbaycan bu cür gözəl Azərbaycandırsa, Azərbaycan bu cür bütöv Azərbaycandırsa, Azərbaycan bu cür qüdrətli və sabaha inamla irəliləyən Azərbaycandırsa, Azərbaycan bugün bütöv yumruq kimi bir Azərbaycandırsa, bütöv bir ailə olan Azərbaycandırsa, burada özünə Azərbaycanlı sayan son damlaqanına qədər Əhməd Həpo kimi vətənpərvərlərin xidməti var əlbəttə ki. Bura Yevlaxın Nemətabad kəndidir. Magistral yolun kənarındakı bu kənddə nə qədər xatirələr yaşayır. Əhməd Həpo tez-tez gəlir bu kəndə. Burada ömrünün yeniyetməlik çağları keçib. Doğmaları onun Nemətabada hər gəlişini toy bayram edir.
Təkcə xatirələr yox, onu bu kəndə çağıran həm də ata-anasının ruhudur. اللهم اغفر لي وارحم لي بحرمة سيد المرسلين ولفاتحة مع الصلوات. Hər dəfə o, burada uyuyan doğmalarının məzarlarını ziyarət edəndə, böyük bir həqiqəti bir daha özü üçün təsdiqləyir. Babaların, ataların başladığı böyük həyat yolu, övladların yaşadığı ləyaqətli ömürlə davam edir. Talih, Əhməd Əponu 1994-cü ilin sentyabrında bir də ağır sınağa çəkir. 29 yaşlı oğlu Nizami avtomobil qəzasında faciəli şəkildə həyatını itirir. İndi o da babası ilə nənəsinin yanında uyuyur. Bu ağır dərd Əhməd Əponu sındırmadı. Böyük həyat məktəbi görmüş bu insan yenə şax dayandı. Yaşamağa, nəvələrinə arxa dayaq olmağa özündə güc tapdı. Əhməd Həpo ləyaqətli bir ömür yaşayıb. Bu ömür elə bir ömürdür ki, o ömür Azərbaycan bioqrafiyasının bir parçasıdır və Əhməd Həpo ömrün bu ucalığından, yaşın bu ucalığından arxada qalan illərə baxanda iftixar eləyə bilər ki, o ömrü hədər yaşamayıb. Çətinliklər görsə də, əzablar görsə də, bu ömrün çətini, sıxıntısı, sarsıntısı arxada qalıb. Nəticədə ortada olan bir işıqdır. Əhməd Həponun işığı, ondan cəmiyyətə yayılan işıq və cəmiyyətin bir şəxsiyyət olaraq ona bağışladığı işıq. Ömür axıb gedən sular kimidir. Zirvələrdən başlanğıncını götürən bu sular dağlardan, dərələrdən, düzlərdən keçərək sonda böyük dəryalara buluşur. İnsan ömrü də belədir. Yüksək amallar, işıqlı arzular, böyük ümidlər bəşərə həmişə həyat eşqi gətirib. Bu böyük həqiqəti Əhməd Həpo həyatı və yaradıcılığı ilə təsdiqləyib. Əhməd Bəli eyni zamanda gözəl folklor tərtibçisidir. Kürt folklorunun çox sayılı nümunələrinin bir qismi də kitab şəklində. Yazıçılar Birliyində Əhməd Həponun 80 illiyi münasibəti ilə keçirilən tədbirdə qələm dostları elə bu həqiqəti dilə gətirirdi. Sevir səni, yaşa haqqın carçısı tək Əhməd Həpo. Xəyal gəzir hər gün, hər an ötən çağda. Qızıl kimi dəyərlidir adi vaxtda. İzin qalıb Kəlbəcərdə, Dəli dağda. Hey boşalıb dolur ürək Əhməd Həpo. Yubileyin çox mübarək Əhməd Həpo. Əhməd Həponun mənim həyatımda, mənim şəxsi taleyimdə böyük xidmətləri olub, çox böyük xidmətləri olub. Mənim elə bir işlə, yazı ilə əlaqədar olaraq elə vaxt olur, çətinliyim olur ki, mən onu məhz gəlib Əhməd müəllimlə bölüşə bilirəm ki, Əhməd müəllim bu cümləni, bu sözü belə işlətmək olarmı və yaxud bu ifadəni burada yazmaq olarmı? Hər şeydən əlavə mən Əhməd müəllimi güclü bir qələm sahibi kimi qəbul eləmişəm və insan kimi, şəxsiyyət kimi qəbul eləmişəm və aramızda kifayət qədər də yaş fərqi olsa da Əhməd müəllim mənim üçün gözəl dostdur, gözəl
qələm adamıdır, gözəl yazıcıdır, gözəl jurnalistdir, gözəl tədqiqatçıdır və elimizin, obamızın gözəl ağsaqqalıdır. Burada onun qəlbi rahatlıq tapır. Artıq 50 ildən çoxdur ki, o, ömürgün yoldaşı Seyran xanımla həyat yollarında qoşa addımlayır. Övladlarının, nəvələrinin dövrəsində keçmişi xatırlamaq, arzulardan söz açmaq çox şirindir. Böyük bir elə ağsaqqallıq eləyən Əhməd Apo bir ev üçün gözəl ailə başçısıdır. Onun oğlu Niyazi və qızı Cəmilə ailə həyatı qurub. Artıq 5 nəvəsi sevindirir bu el ağsaqqalını. Babacan, ad günün mübarək, neçə böləklərə çıxarsan, inşallah 100 illiyini qeyd edərik. Çox sağ ol. Sağ ol. Mən fəxr edirəm ki, sənin kimi babam var, qayğıkeş, mehriban. Bir daha təbrik edirəm. Çox sağ ol. Sağ ol.
Keşməkeşli ömür yolunda Əhməd Əfo ürəyinin dərinliklərində həmişə bir yaz arzusu yaşadı. O, insanlar üçün arzuladığı işıqlı baharın sevgisi ilə yaşayıb yaradıb. Bahar məhəbbəti ilə yaşamağı öz şərəfli ömrü ilə haqq edib. Bu, böyük Allahın ona bəxş etdiyi mükafatdır. Azərbaycan torpağına 1000 dəfə səcdə qılıram ki, mən belə bir torpağa gəldim və burada yaşadım. Ömrüm boyu ancaq haqqa, ədalətə, təmizliyə qulluq eləmişəm. Mənim başqa məqsədim olmur.